Gürcüstanın dövlət məktəblərində polis peşəsi adlı layihəyə start verilir. Daxili İşlər naziri Gela Geladze, Təhsil, Elm və Gənclər naziri Givi Mikanadze ilə birlikdə yeni layihəni məktəb ictimaiyyətinə Nazirliyin Akademiyasında təqdim edib. Nazir polis fəaliyyətinə və polis peşəsinin əhəmiyyətinə xüsusi diqqət yetirib. Onun sözlərinə görə yeni kampaniya gənclərlə hüquq mühafizə orqanları nümayəndələri arasında etimada əsaslanan münasibətlərin formalaşmasına töhfə verəcək. Tədbir çərçivəsində nazirlər məktəb şagirdləri ilə birgə yeniyetmələr üçün xüsusi olaraq akademiya ərazisində qurulmuş Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinin stendlərinə baxış keçirib və simulyasiya fəaliyyətlərini izləyiblər. Qeyd edək ki, layihə 21 noyabrdan başlayacaq və ilin sonuna kimi 4000-ə yaxın məktəb şagirdi Daxili İşlər Nazirliyinin müxtəlif bölmələrinə baş çəkmək, infrastruktur və bölmələrin gündəlik fəaliyyətinin xüsusiyyətləri ilə yerində tanış olmaq və simulyasiya məşğələlərində iştirak etmək imkanı əldə edəcəklər.